Salam, mən Ceyhun. Bugün sizlərə internet kabelinin ERJ45 konnektor vasitəsilə sonlandırılmasını izah edəcəm. Bunun üçün bizə bir ədəd internet kabeli, yəni kat kabel, kateqoriya kabeli lazımdır. Hər internet kabelində 8 ədəd tel olur və bunlar 4 süt şəklində yerləşir. İndi isə biz o kabeli soymaq üçün soyucu alətimizdən istifadə edirik. Kabelimizi soyduqdan sonra artıq bizi burada 4 cüt qurulmuş şəkildə kabellərimizi görürük. İndi isə ERJ45 konnektorlarımız görürük. ERJ45 konnektorlarımız 8 yuvadan ibarətdir, hansı ki internet kabelimizin mislərini ayrı-ayrılıqda düzləşdirdikdən sonra o yuvalara səliqəli şəkildə yerləşdirəcəyik. Mistellərimizi ayırıb düzləşdirdikdən sonra ERJ45 konnektoruna yerləşdirilmədən əvvəl internet kabellərinin, yəni ERJ45 başlıqlarının sonlandırılmasında 2 cür standart bizi qarşılayır. Hansı ki T568A və T568B. Bu standartlardan biz T568B standartından istifadə edəcəyik. Hansı ki bu standartda bizə rənglər göstərilir. O rənglər əsasında mistellərimizi yan-yana düzüb ERJ45 konnektoruna yerləşdirəcəyik. İndi isə B standartı rəngləri ilə mistellərimizi sıralayırıq. B standart rənglərimiz ağ narıncı, narıncı, ağ yaşıl, göy, ağ göy, yaşıl, ağ qəhvəyi və qəhvəyi. B standart rəngləri ilə mistellərimizi sıraladıqdan sonra baş barmağımız qədər həm bu cür, həm də ERJ45 konnektora qədər məsafə saxlayaraq artıq qalan hissəni kəsirik. Kəsdikdən sonra ERJ45 konnektorumuza kabelimizi yerləşdiririk. Konnektorumuza kabeli yerləşdirdikdən sonra isə həmin konnektoru necə sonlandırırıq onu göstərəcəm. Sonlandırmaq üçün bizə clipping tool, yəni kabel başlığı sonlandırıcı lazımdır. Bununla da biz internet kabelinin başlığını sonlandırmış olduq.